Salam. Gəlin bugün sizi bir anlıq indiki zamandan alıb köhnə Bakının o daş döşənmiş küçələrinə aparaq. Orada unudulmaz bir sevgi hekayəsi yaşanıb. Amma bu elə-belə bir hekayə deyil. Demək olar ki, iki qəlbin taleyini bir-birinə bağlayan bir dastan kimidir. Gəlin birlikdə bu hekayəyə qulaq asaq. Bax, hekayə məhz bu misralarla başlayır. Elə sözlərdir ki, adamı bir anda o dövrə aparır, o kədərə şərik edir sanki. Və bilin ki, bu sadəcə uydurma bir şey deyil, gerçək bir hadisədən ilhamlanan bir hekayədir. Gəlin görək, o ürəkləri yandıran yara nə imiş, səbəbi nə olub? Hər şey gənclik illərində başlayır. Bilirsiniz də, hər şeyin necə təmiz, necə saf olduğu o vaxtlarda. Məkandakı köhnə Bakı, o dar küçələr, o daş divarlar, elə bil hər daşın altında, hər küncündə bir xatirə yatır. Bir anlıq gözünüzün önünə gətirin. Bakının o köhnə məhəllələrində iki gənc ürək bir-birinə söz verib. Elə inanıblar ki, bu xoşbəxtlik, bu birlikdəlik heç vaxt bitməyəcək. Yəni, gənclik xəyalları ilə dolu, ümidlərlə dolu bir sevginin tam başlanğıcı. Amma həmişə bir amma olur, elə deyilmi? Bu hekayəni fərqli və bir o qədər də kədərli edən şey onların arasındakı o böyük fərq idi. Baxın, bir tərəfdə kasıb bir ailənin zəhmətkeş, sadə oğlu var, o biri tərəfdə isə varlı bir mülkədarın gözünün ağı-qarası tək qızı. Bax, o fərq onların sevgisinin, onların taleyinin ən böyük imtihanı olacaqdır. Və təbii ki, aradakı bu böyük fərqə görə onların sevgisi ancaq gizli yaşana bilərdi. Hamıdan uzaqda, öz dünyalarında. Necə yaşanırdı bəs? Hər axşam günəş batıb ortalıq sakitləşəndə onlar gizlicə görüşürdülər. O görüşlərdə bir-birlərinə verdikləri sözlər, pıçıltı ilə qurulan gələcək xəyalları, hər şey o anlara sığırdı. Ancaq bilirsiniz də, həyatda heç də hər şey nağıllardakı kimi olmur. Və bax, elə bu nöqtədə hekayənin axarı tamamilə dəyişir. O qurulan bütün xəyallar, bütün ümidlər bir anda çilik-çilik olur. Heç gözləmədikləri bir anda qızın taleyi onun yerinə həll edilir. Atası qərar verir ki, qızı başqasına ərə getməlidir. Təsəvvür edirsiniz, bütün o xəyallar, o vədlər, hamısı bir anda yox olur. Oğlana deyilən sözlər isə, bax budur. Kasıbın sevgisi olmaz, sən bu oda alışma. Bu sadəcə bir hədi deyil, bu o dövrün sərt reallığı idi. Sanki deyirdilər ki, sevgi sənin üçün deyil, yerini bil. Və bir gecə qız gözləri yaşla dolu halda onun yanına gəlir. Son dəfə. Deyir ki, artıq bütün yollar bağlıdır, hər şey bitdi. O anki çarəsizliyi, o anki acını bir düşünün. Amma getməzdən əvvəl ona unudulmaz bir söz deyir. Unutma ki, ruhum səninlə qalıb. Yəni, bədənim gedir, amma ruhum həmişə səninlədir. Bu sadəcə bir cümlə deyil, fiziki ayrılığın belə qıra bilməyəcəyi bir andır. Və beləcə zaman keçir, illər illəri qovur. Amma hekayə burada bitmir, əsla. O sevgi illər sonra bircə anlıq, səssiz bir baxışla yenidən alovlanacaqdı. İllər sonra, həqiqətən də uzun, ağır illər keçmişdi o son kədərli görüşün üstündən. Bəs hekayəmizin qəhrəmanı, o da təbii ki dəyişmişdi, yaşa dolmuşdu, həyat ona min bir dərd göstərmişdi, amma o, ürəyində o sevgini, o xatirəni daşıyaraq yaşamağa davam etmişdi. Və bir gün, heç gözləmədiyi bir anda, şəhərdə gəzərkən uzaqdan onu görür. Zaman ona da təsirini göstərmişdi. Üzü solğun idi, sanki quru bir yarpaq kimi. Yanında da bir uşaq vardı. Və o an göz-gözə gəlirlər. O da oğlanı tanıyır. Bax, bu bəlkə də bütün hekayənin ən ağır, ən duyğusal anıdır. Bir anlıq baxışma və o baxışın içində bir ömürlük həsrət. O tək baxışda sanki bütün bir ömür, bütün keçmiş canlandı. Amma heç bir söz deyilmədi. Heç bir kəlmə kəsilmədi. Çünki bəzən ən dərin sözlər elə sükutun özü olur. Yaxşı, bəs sonra bu hekayənin sonu necə oldu? Yoxsa bu heç vaxt bitməyən, ürəklərdə yaşayan rəvayətlərdəndir? Əslində bu sevgi onun içində heç vaxt ölmədən, ağır, amma unudulmaz bir hekayə kimi həmişə onunla qaldı. Elə deyilmi? Bəzi hekayələr bitir, amma əslində içimizdə yaşamağa davam edir. Və sonda hekayə bizi bu fikrə gətirib çıxarır. Sanki bu dünyanın qaydası belədir. Talih həmişə sevənlərin işini çətinə salar. Bəlkə də kədərlidir, amma çox vaxt reallıq da elə budur. Bəs siz necə fikirləşirsiniz? Həqiqətən də talih sevənlərin işini həmişə tərs gətirir? Yoxsa bu sadəcə bədbin bir baxışdır? Bu sualın cavabı yəqin ki, hər kəsin öz içindədir.